Salam əziz izləyicilər. Mən bu gün sizə düz xəttin bucaq əmsalı haqqında danışmaq istəyirəm. Bir düz xətt götürək, y bərabərdir mx. Bu düz xəttdə m düz xəttin bucaq əmsalıdır. Və düz xəttin bucaq əmsalı bilirik ki, bu düz xəttin x oxu ilə əmələ gətirdiyi bucağın tangensinə bərabərdir. Və buradan da tam olaraq görürsüz ki, bizdə üç bucaq yaranır. Bu üç bucağın hər hansı bir düz xətt üzərində bir nöqtə götürdükdə, oradan x düz xəttinə, x şüasına perpendikulyar çəkdikdə, baxın burada bir üçbucaq yaranır. Və üçbucağın da bu bucağının tangensi bilirik ki, tangens nəyə bərabərdir? Qarşı tərəfin bitişik tərəfə, yəni y-in x-ə nisbətinə bərabərdir. Ona görə də düz xəttin bucaq əmsalı, bizim misalda m, hər zaman bu düz xəttin x oxu ilə əmələ gətirdiyi bucağın tangensinə bərabər olur. Və bütün bu düz xətt üzərində sağa sola getdikcə, nöqtənin yerini dəyişdikcə bu dəyişmir. Hər zaman oxşar üçbucaqlar yaranır və bu oxşar üçbucaqların hamısının bucaq əmsalı, yəni bucaq eynidir, bucaq əmsalı da eyni olur və bu həmin bucağın tangensinə bərabər olur. Buradan da vizual olaraq görə bilirsiniz bunu. Və gəlin indi iki nöqtə götürək bir düz xətt üzərində və bu iki nöqtədən birinin ən sağdakindən x düz xəttinə yenə perpendikulyar çəksək və digər nöqtədən isə x düz xəttinə paralel çəksək, yenə burada bir üçbucaq yaranır gördüyünüz kimi. Və bu üçbucaq əslində bayaqki böyük üçbucağın oxşar üçbucağıdır. Yenə də burada qarşı tərəf amma burada nəyə bərabərdir? Y-də, yəni bu iki nöqtə ilə nöqtənin y koordinatlarının fərqi. Yəni bax, bu nöqtədən x oxuna kimi olan məsafə bu nöqtənin y koordinatıdır. Amma bu hissə, bu kiçik hissə isə buradakı nöqtənin y koordinatıdır. Bu ikisinin fərqi delta y. Bu nöqtənin y, üzr istəyirəm. Bu nöqtənin y-dən bu nöqtənin y koordinatını çıxdıqda delta y alınır. Yəni bu məsafə delta y-dir. Bu məsafə isə eyni ilə bu iki nöqtənin x koordinatlarının fərqidir. Yəni delta x. Yenə də bu bucağın tangensi qarşı tərəfin, yəni delta y-in delta bitişik tərəfə, delta x-ə nisbətinə bərabərdir. Və burada yenə də bizdə oxşar üçbucaqlar yaranır. Və bu bucağın tangensi yenə də bu düz xəttin bucaq əmsalıdır, m-dir. Belə. Gəlin indi bu sözləri bir misal üzərindən baxaq. Bu daha yaxşı başa düşmək üçün yol və zaman misalı üzərindən baxaq. Tutaq ki, bizim sürətimiz 60-dır, saatda 60 kilometr gedirik. Və zaman dəyişdikcə, yəni bu bizim düz xəttimiz olur. Yol bərabərdir 60 t, 60 saat. Kilometr bərabərdir 60 saat. Yəni biz 1 saat yol gedəndə 60 kilometr, 2 saat gedəndə 120 kilometr gedirik. 6 saat gedəndə 360 kilometr. Həqiqətən də 120-ni 2-yə böldük 6, 360-ı 6-ya böldük 60. Hər zaman böldükdə 60 eləyir və bu iki nöqtə arasında, məsələn, y koordinatından 360-dan 120-ni çıxanda 240 eləyir. Yəni bizim burada delta d, yolun uzunluğu 240-dır. Delta t isə bizim zamanımız. Bu nöqtənin koordinatı 6-dan, bu nöqtənin x koordinatını 2-ni çıxırıq, 4 eləyir və 240-ı da 4-ə böləndə yenə bu bucağın tangensi hansı ki 60 eləyir. Bu da bizim bucaq əmsalıdır. Bu düz xəttin bucaq əmsalı. Diqqətiniz üçün təşəkkür eləyirəm. Bəyənirsinizsə like eləməyi və abunə olmağı unutmayın. Təşəkkür eləyirəm.